Salam xanımlar. Qazandıran ürəklər proqramına ürəkləri toplamaq üçün baxın bu gördüyünüz Oriflame tətbiqinə daxil oluruq. Və burada aşağıda profil işarəsi var. Keçid elədikdə baxın burada qazandıran ürəklərin bölməsi görünür və burada baxın biz proqrama daxil olan kimi dərhal proqram bizə 5 ürək qazandırdı. Buradan aşağıya düşüb baxın burada tarixçə bölməsində 5 ürək görə bilərsiniz. Bundan əlavə baxın burada bizim ürəklərimiz var ki, burada gördüyünüz kimi profili tamamlamaq 3 ürək bizə qazandıracaq. Proqrama start vermək 5 ürək qazandıracaq. Oriflame Sharing proqramı vasitəsilə gündəlik ürəkləri toplamaq o da 5 ürək qazandıracaq. Xüsusi videoya baxmaq var, 5 ürək qazandıracaq. Deməli burada keçid edib gəlirik həmin hissəyə. Profil tamamlamaq dedikdə baxın bu 3 ürəyi qazanmaq üçün üzərinə vururuq. Belə bir səhifə açılır bizim üçün. Burada profili edit yazılıb. Deməli profili tamamlayırıq. Burada profilimizi şəkil yerləşdirəcəyik. Burada gördüyünüz kimi üstəgəl işarəsinə vururuq və yükləməyə vuraraq qaleriyaya keçid edəcək bizdə. Məhsul şəkildə ola bilər. Baxın bu məhsulumuzun şəklini götürək deyək ki. Daha sonra burada ünvan qeyd olunmalıdır. Üstəgəlin üzərinə vururuq. Baxın aşağıda yeni çatdırılma ünvanı yazılıb. Seçirik. Burada deyək ki daha sonra bura əlaqə nömrəsi yazmaq lazımdır. Ünvan isə misal üçün yazdıq və faktura kimi saxlayırıq. Yadda saxla. Artıq hazırdır. Və burada cins seçirik. Baxın burada. Aşağıda dil seçimi var. Azərbaycan dili. Daha sonra mənim hədəfim deyək ki, uğur qazanmaq. Burada knowledge, wellness və biznesin hər birini seçirik və yadda saxlamaq düyməsi vururuq. Artıq 100% bu qazandıran ürəklər hissəsinə daxil olduqda aşağıya düşüb baxacağıq. Tarixçə bölməsində artıq profil tamamladıq və 3 ürəyimizi qazandıq. Burada yenilikləri yoxlamağın üzərinə vurduq. 1 ürəyi qazanacağıq. Kataloqa baxarıq. Kataloqda olan yeniliklərə baxırıqsa yeni kataloq açılır bizim üçün. Bu qədər sadə. Artıq 1 ürəkdə qazanmış olduq. Yenidən tarixçə bölməsinə enib baxacağıq. Ən aşağıdadır. Yenilikləri yoxladıq. 1 ürək qazandıq. Hər gün Oriflame proqramına daxil olub, baxın, qırmızı rəngdə görəcəyik. Gündəlik ürəyi tamamla. Üzərinə vuran kimi 1 ürək də buradan gələcək. Kataloq sonuna artıq 21 ürəkdə buradan toplamış olacağıq. Burada məhsul səhifəsini paylaşmaq. 1 ürək qazanmaq üçün üzərinə vuracağıq və aşağıda yenə məhsul səhifəsi paylaşmaq. Məhsullar gəldi. Məhsul səhifəsinin üzərinə vururuq. Baxın, burada ox işarəsi var. Ox işarəsi ilə WhatsApp üzərindən adi kiməsə göndərə də bilərsiniz. Bax, bu şəkildə statusda paylaşırsınız. Məhsul səhifəsi və kataloq, e-kataloqun linki həftəlik olaraq paylaşılır. Baxın, burada isə ən aşağı yenidən düşürük. Baxın, məhsul səhifəsini paylaşmaqdan da 1 ürək qazanmış olduq. Burada e-kataloqu paylaşmaq üçün üzərinə vuracağıq. Aşağıda kataloqu paylaş var. Ox vasitəsilə, burada gördüyünüz ox vasitəsilə siz WhatsApp-dan kiməsə şəxsiyə də göndərib dərhal 101 ürək gəlmiş olacaq. Yenidən qayıdırıq həmin o ürəklər bölməsinə. Ürəklər hissəsində deməli burada var. Dərya qulluğu kəşfətdə 10 ürəyi qazanmaq üçün baxın üzərinə vuracağıq. Testdən keçirik biz. Test üçün orada bizdə müəyyən suallar veriləcək, müəyyən punktlar olacaq. Seçəcəyik. Baxın Azərbaycan dilini seçirik. Növbətini vururuq. Dərinin rəqəmsal müayinəsi başlayırıq. Qadın seçirik. Yaş qrupu var burada. Yaş qrupunu seçirik. Daha sonra burada növbəti seçirik. Dəri tipimizi seçirik. Deyək ki, daha sonra bəzən quru dəri. Siz öz dəri tipinizi seçə bilərsiniz. Bu şəkildə artıq 10 ürək qazanmış olacağıq. Bu qədər. Baxın, tamamlanacaq indi. Baxın, bizim dəri tipimizə uyğun bu üzümə geri bizə daha uyğundur dərimizə görə. Deməli, buradan aşağıya düşüb baxacağım. Baxın, gördüyünüz kimi 10 ürəyi də bu şəkildə qazanmış olduq. Bu bizim ilk alış-verişimizə görə qazanacağımız ürək sayıdır. Bu ilk dəvətlimizin alış-verişinə görə qazanacağımız ürək sayıdır. Bu isə hər dəvətlimizə görə, hər dəvətlimiz gəlib 99 manat üstə gəlib alış-veriş edərsə, onların alış-verişinə görə biz 200 ürək qazanmış olacağıq.
Burada isə dəvət etdiyimiz partnyorlar 5 kataloq ərzində hər kataloq 99 manat üstə gəlir alış-veriş edərlərsə, 5 kataloq ərzində hər dəfə bizə 200 ürək qazandırmış olacaq. Bu da ümumilikdə 1000 ürək deməkdir. Yəni bir nəfər əməkdaşdan biz ümumilikdə 1000 ürək qazanmış oluruq. Burada video var. Videoya baxaraq biz 5 ürək qazanacağıq. Baxın, üzərinə vururam. Video açılır. Videoya sona kimi baxmaq lazımdır. Xanımlar, videoya baxıb bitirən kimi artıq aşağıdakı bu işarə qaralır və üzərinə vururuq. Artıq tamamlandı. Ürək gəldi. Gördüyünüz kimi, yəni bütün ürəklərimiz tarixçəyə də baxırıq. Yəni qazandığımız bütün ürəklər hər biri yazılır, hesablanılır. Aşağı tarix bölümündə yığılır. Növbəti kataloqu isə artıq yuxarıda, baxın, bu gördüyünüz yerdə toplanmış olacaq və buradan isə baxın, hədiyyələr var. Hədiyyələr mağazasına keçid eləyərək ürəyimiz müqabilində hədiyyələr qazana bilirik. Baxın, 100 ürəyin hədiyyələrində bu gördüyünüz gözəl məhsullar yer alıb. Daha sonra ikinci səviyyə 200 ürəyin hədiyyəsidir. Üçüncü səviyyə 400 ürəyin hədiyyələridir. Sonra dördüncü səviyyə 600 ürəyin hədiyyələridir və nəhayət 5-ci səviyyə 1000 ürəyin hədiyyələridir ki, demək olar ki, 3-4 kataloqdan bir məhsullar dəyişir, başqa məhsullar da əlavə olunur. Bunlar isə bizim hədiyyələr mağazamızdır. Və burada xanımlar, bəzi təklif olunan məhsullar var ki, o məhsullardan sifariş etdikdə dərhal 50 ürək qazanmış oluruq. Bu məhsullara baxmaq üçün hər kataloq bu məhsullar yenilənir və üzərinə vuraraq təklif olunan məhsulları almaq bölməsi var. Keçid edirik. Burada 3 məhsul göstərilib. Bu məhsullardan aldıqda aldığınız hər məhsula görə 50 ürək qazanmış olursunuz. Deyək ki, bu məhsuldan 3 ədəd götürürsünüzsə, hər məhsula görə 50 ürəkdən 150 ürək edir. 150 ürək dərhal qazanmış olacaqsınız. Və yaxud da bu məhsuldan götürürsünüz və ya bu məhsuldan fərq etmir. Yəni sırf bu siyahıda olan məhsullardan götürdükdə hər məhsula görə 50 ürək qazanırsınız. Xanımlar, tapşırıqlar arasında baxın, Sharing App-dən paylaşım edin və bir ürək qazanın deyə bir tapşırıq var. Hansı ki, Sharing App proqramı, baxın, bu Arifley ilə bağlı proqramdır ki, yenilik. Üzərinə vuracağıq və bizdə Sharing proqramına yönləndirəcək. Paylaşımları bölüş. Baxın, buradan proqrama yönəldir. Baxmağın üzərinə vururuq və səhifəmiz açılır. Aşağıda isə baxın, bu profil ev işarəsindən biz yuxarıda kamera var. Qalerdən şəkil götürüb paylaşım edəcəyik. Kameranın üzərindən vururam. Baxın, bu şəkildə aşağıda gəldik. Deyək ki, bax, bu şəkli götürüb paylaşacağım. Baxın, yuxarıda burada paylaşım üzərinə vururam. Burada isə Sharing App tətbiqini seçirəm və artıq hazırdır. Şəkil yüklənir. Sharing proqramında şəkil paylaşaraq gündəlik bir ürək qazana bilərik. Keçirik Ariflame tətbiqinə. Ariflame tətbiqində baxın, aşağıya düşürük. Burada gördüyünüz kimi Sharing App paylaşımdan bir ürək qazanmış olduq. Bu qədər sadə.